Investaz investisiya şirkəti sizi salamlayır. Dünya maliyyə bazarlarında avronun dollara nisbətən məzənnəsi 1 dollar 18, 1 dollar 19, dollar Türk lirəsinin məzənnəsi isə 3 lira 54, 3 lira 53 quruş aralığında ticarət edilməkdədir. Funtun dollara nisbətən məzənnəsi isə Böyük Britaniya Mərkəzi Bankının açıqlamalarından sonra yenidən 1 dollar 31 sentə kimi ucuzlaşıb. Enerji bazarlarında isə Avropanın Brent markalı neftin 1 barel qiyməti 53 dollar kimi bahalaşdıqdan sonra yenidən 52 dollar kimi korreksiya edib. Bununla yanaşı bugün Bakı vaxtı saat 16:30-da yayımlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da dünya birjalarının ticarət aktivliyinin daha da artmasına təsir edəcəyi gözlənilir. Mütəxəssislər Amerikada işsizlik səviyyəsinin 4,4%-in yenidən 4,3%-ə kimi azalmasını və iyul ayında 183 min yeni iş yerlərinin yaradıldığını proqnozlaşdırırlar. Belə şey göstəricilərin müsbət açıqlanması maliyyə bazarlarında Amerika Mərkəzi Bankının faiz artımı üzrə zəifləyən artım gözləntilərinin yenidən güclənməsini və beləliklə dolların aparıcı valutalara nisbətən orta qiymətinin də yenidən bahalaşmasına təsir edə bilər. Lakin bu zaman ehtiyatlı olmaq tövsiyə edilir və göstəricilərin müsbət açıqlanmasına baxmayaraq dolların aparıcı valutalara nisbətən orta qiymətinin ucuzlaşmasını da müşahidə edə bilərik. Burada əsas məqam bazarlarda formalaşan gələcək iqtisadi gözləntilərdir. Yəni bu o deməkdir ki, göstəricilərin müsbət açıqlanmasına baxmayaraq bu maliyyə bazarlarında Amerika Mərkəzi Bankının faiz artımı üzrə gözləntilərin güclənməsinə təsir etməyə bilər. Dolar indeksinin texniki təhlilləri isə onu göstərir ki, dolar indeksinin qiyməti 92 və 90 punkta kimi də ucuzlaşa bilər. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından istifadə edə bilərsiniz. Investaz investisiya şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.